12-ci əsr Azərbaycan poeziyasının zirvələrindən sayılan Xaqani Şirvani, şərq ədəbiyyatının ən parlaq söz ustalarından biri kimi yadda qalıb. Onun dərin fəlsəfi düşüncələrlə və incə poetik ifadələrlə yoğrulmuş yaradıcılığı əsrlər boyu oxucuları heyran qoyub. Şairin həyatı da yaradıcılığı kimi mürəkkəb və keşməkeşli olub. Bir müddət Şabran qalasında həbsdə qalan Xaqani Şirvani azadlığa qovuşduqdan sonra səfərə çıxaraq yaxın şərq ölkələrini gəzib. Bunun nəticəsində şair türk olduğunu qeyd etdiyi səyahətnamə xarakterli Töhfətül İraqeyn poemasını qələmə alıb. Deyir ki, farsçasını mən deyirəm, deyir ki, Torki əcəməm, vəli dəri quy, yəlvaz şinaso tənqiri cuy. Əcəm türkiyəm, amma dəri dilində yazıram, fars dilində yazıram. Yəlvac Peyğəmbər deməkdir türkcə. Peyğəmbərimi tanıyıram, Tanrımı, Tanrı da elə Tanrı deməkdir, Tanrımı da axtarıram. Yəni, bu onu göstərir ki, Xaqani farsça yazsa da, ərəbcə yazsa da sırf bir Azərbaycanlı olubdur. Böyük söz ustası Xaqani Şirvaninin irsinə verilən yüksək dəyərin göstəricisi kimi 2019-cu ildə ədəbi irsə Azərbaycan dövlət varidatı elan olunub. Həmçinin 2026-cı ildə şairin 900 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Bu münasibətlə elm və mədəniyyət müəssisələrinin qarşısında şairin irsinin araşdırılması, qorunması və təbliği istiqamətində mühüm vəzifələr dayanır. Buna əsasən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan qiymətli əlyazmaların araşdırılması, nəşri və ictimaiyyətə təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. İnstitutda qorunan Xaqani Şirvaniyə məxsus ən qədim əlyazma 1604-cü ilə aiddir. Divan şairin ərəb və fars dilində yazdığı əsərlərə əhatə edir. Azərbaycan ədəbiyyatı bütün insanların ədəbiyyatıdır. İnsansevər bir ədəbiyyatdır. Və Xaqaninin də əsərlərində şübhəsiz ki, bu motiv çox belə qırmızı xəttlə keçir. Hazırda bizim fondlarda Xaqaninin 34 əlyazması var. Xaqani divanından başqa onun poeması var, məşhur poeması Töhfətül İraqeyn, Mədain Xərabələri adlı çox gözəl əsəri var. Yəni, bunlar ictimai motivli əsərlərdir. Xaqani Şirvani irsinin tanıdılması istiqamətində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi də böyük əhəmiyyətə malikdir. Muzeydə qorunan eksponatlar Xaqani Şirvani irsinin gələcək nəsillərə ötürülməsinə və ədəbi mədəni yaddaşın zənginləşdirilməsinə xidmət edir. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Xaqani üçün həmişə bir doğma ev olub. 10 illərdir ki, Azərbaycan insanları gəlirlər, Xaqani ilə burada yaxın məsafədə olurlar, onun surətini görürlər, Xaqaniyə həsr edilmiş rəsm əsərlərini, onun abidəsini, Xaqani ilə bağlı müxtəlif əlyazmaları. Həmçinin Xaqani Şirvaninin 900 illik yubileyi münasibəti ilə muzeydə beynəlxalq konferansın keçirilməsi də nəzərdə tutulur. Xaqaninin o mütəfəkkirliyinə, universallığına uyğun olaraq həmin konferansda bir çox sahələri, ədəbiyyatı, mədəniyyəti, tarixi, siyasəti, orta çağdakı Azərbaycan həyatının ən müxtəlif aspektlərini əks etdirəcək və dünyanın müxtəlif ölkələrindən alimlər o konferansa qatılacaqlar. Beləliklə, Xaqani Şirvaninin həyatı və yaradıcılığı Azərbaycan ədəbiyyatının zənginliyini, poetik düşüncəsinin dərinliyini və mədəni yaddaşının qüdrətini nümayiş etdirən nadir irsdir. Onun söz dünyası bugün də öz parlaqlığını qoruyur və gələcək nəsillərə mənəvi sərvət kimi ötürülməyə davam edir. Arzu Yusif, Nuran Ələkbərli, Qəhrəman Məmmədov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.